Yusif Vəzir Çəmənzəminli, millətpərəstlər. Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşar var. İrəli yeriyib soruşdu. Qızım, sən kimin qızısan? Qız qızarıb başını aşağı saldı. Məşədi Qasım diqqətlə qıza baxıb dedi. Bərəkallah qızım, yaxşı oxu, səni oğluma alacağam. Sonra Məşədi iki barmağı ilə qızın yanaqlarından tutub bir də soruşdu. Qızım, sən kimin balasısan? Qız cavab verməyib atılıb qaçdı. Məşədi Qasım da yolu ilə rəvan oldu. Sabah tezdən qız məktəbə gedəndə Dabbaq Kərbəlayı Babaşa rast gəldi. Kərbəlayı Babaş biraz gedib, biraz qıza zənn elədi. Axırda lap ayaq saxlayıb durdu və iki barmağı ilə qızın yanağından tutub dedi. Buy, ədə bu kimin balasıdır? De görüm ay qız, sən kimsən? Qız başını aşağı salıb dönüb getdi. Günorta vaxtı qız məktəbdən qayıdan zaman Keçəl Vəliquluya düçar oldu. Vəliqulu baqayda qızın yanağından iki barmağı ilə tutub dedi. Bala, sən kimin balasısan? Qız Vəliquluya acıqlı baxıb getdi. O biri gün çayçı Kərbəlayı Ramazan baqqal Hacı Qəmbərlə Fatihə verib qəbirstanlıqdan qayıdanda gördülər qız məktəbə gedir. Doğrusu ikisi də lap mat məhbud qaldılar. Xülasə özlərini qıza yetirib soruşdular. Ay qız balam, kimincə qızısan? Qız qorxa-qorxa qızarmış üzünü bunlara çöndərib, döyükmüş baxanda Kərbəlayı və Hacı Kəmali səliqə və millətpərvərliklə iki barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər. Bərəkallah bala. Qız atılıb qaçdı. Günorta qız məktəbdən qaydanda küçədə bir sürü millətpərəst kişilər durub, müzakirəyə məşğul idilər. Hara gedir? Nətəhər qızdır kəlmələri danışdıqlarından anlaşılırdı. Qız bunlara yavıqlaşanda hamısı üzünü qıza çevirib, onu mehriban sözlərlə yad-bud elədilər və hamısı növbət ilə barmaqlarını uzadıb qızın yanağından tutub dedilər. Barakallah qızım. Qız bu səfər acıqla ağlaya-ağlaya qaçıb gəldi evə. Anası işdən xəbərdar olanda qızın kitablarını götürüb səpdi evə. Məktəb libasını çıxardıb atdı sandığa və qıza bir köhnə arxalıq geydirib oturtdu yun darağının dalında. O gündən millətpərəstlərin dövlətindən qız elm təhsilini ikmala yetirib yun daramaq şəhadətnaməsini aldı. Yaşasın qırmızı saqqal millətpərəstlər.